İkinci dərs. Bünövrə dəyərlər. Ey oğlum, sənə Allah qarşısında təqvanı vəsiyyət edirəm. Onun göstərişlərinə diqqətli olasan, qəlbini onun zikri ilə abad edəsən, onun ipindən yapışasan. Əgər bu vasitədən tutsan, səninlə Allah arasında bu bağlılıq ipindən möhkəm nə ola bilər? Mənbə, Nəhcül Bəlağə. Qeyd olunduğu kimi, Həzrət bu vəsiyyətnamədə vəsiyyət edənin və vəsiyyət olunanın sifətlərini sadalamaqla bütün oxucuları bu sifətləri özlərinə şamil etmələrinə səbəb olmuşdur. Digər bir tərəfdən, dinləyici vəsiyyət edənin şəxsin kimliyi ilə tanış olur. Vəsiyyət edənin vəsiyyət olunanla rabitəsi aydınlaşır. Vəsiyyətnamənin məqsədi məlum olur. Vəsiyyət edənlə vəsiyyət olunan arasındakı bağlılığın açıqlanması vəsiyyət olunan şəxsin fitri və əqli rabitəsinin dərinliyini dərk etməsinə səbəb olur. O əmin olur ki, vəsiyyətnaməni yazan onun xeyirxahıdır və xeyirxahıdır. Bu məsələ hər hansı moizənin, nəsihətin qəbul olunmasında təsirli amildir. Vəsiyyət etdiyi şəxsin etimadını qazandıqdan sonra Həzrət Əleyhissalam həqiqi dəyərləri bəyan etməklə hər bir agah aşiqin qəlbini və zehnini işıqlandırır. Ən üstün dəyərlər. Daha sonra Həzrət Əleyhissalam vəsiyyətin xülasəsini yığcam şəkildə zikr edir. Bu da uyğun vəsiyyətnaməni özünə məxsus tərbiyəvi nöqtələrindən biridir. İnsan bu vəsiyyətnaməni oxumağa macal tapmadıqda onun bir səhifədən də az yer tutmuş xülasəsini oxuya bilər və ondan faydalanar. Bundan əlavə, İnsan bir kitab oxumamış, əvvəlcə onun qısa məzmunu ilə tanış olduqda kitabdakı məsələləri daha dərindən dərk etməyə çalışır. Vəsiyyətnamə demək olar ki, onun başlanğıcındakı qısa moizələrin şərhindən ibarətdir. Həzrət Əleyhissalam bu qısa moizələrdə 3 əsas dəyər üzərində dayanır. Təqva, Allah qarşısına yəni pəhriz, Allahı xatırlamaq, zikir, qırılmaz ilahi ipdən yapışmaq. Şəksiz ki, vəsiyyətnamənin ümumi şəkildə müraciət etdiyi şəxs ilahi və İslami mərifətə biganə, imansız şəxs deyil. Bu şəxs kəmal həddində olmasa da Allaha inanır, İslamı qəbul edir, dini əsaslara etiqadlıdır. Ona görə də vəsiyyətin başlanğıcında Allahın varlığından onu tanımaq və ona ibadət etməyin zərurliyindən danışılır. Sonralar isə Allahşünaslıq mövzusunda bəzi mətləblər bəyan olunur. İlk öncə təqva tövsiyə olunur. Bütün ilahi kitabların, vəsiyyətlərin əsas mövzusu təqvadır. İmamət və rəhbərlik məsuliyyəti daşıyan bütün insanlar xalqa söhbət zamanı onlara təqvaya çağırmalıdırlar. Cümə namazının hər iki xütbəsində imam xalqı təqvaya dəvət edir. Təqvaya dəvət xütbənin zəruri əsaslarındandır. Əgər xütbədə təqvaya çağırış olmazsa, həmin xütbə naqis sayılır. Təqva dəyərlərin mehvəridir. Quran-ı Kərimin bir çox ayələrində təqva kəlməsi ilə qarşılaşırıq. İslami dəyərlər kompleksində ən böyük dəyərlərdən biri demək olar ki, bütün dəyərlərin mehvəri təqvadır. Allah Taala buyurur, həqiqətən sizin təqvanız Allah yanında ən hörmətlidir. Allah qarşısında kəramət ölçüsü olan təqvanın heç bir əvəzi yoxdur. Ona görə bu vəsiyyətnamədə bütün öyüdlərin mehvəri olan təqva diqqəti daha çox cəlb etməlidir. Təqva haqqında müxtəlif baxımlardan danışmışıq. Ona görə də indi sadəcə bu mövzuya işarə edirik. Həzrət Əleyhissalam buyurur, sənə təqva və Allah göstərişindən diqqəti tövsiyə edirəm. Təqva müxtəlif mənalara malikdir. Bu söz bəzən günahdan çəkinmək, bəzən bütün şər'i göstərişlərə riayət etmək mənalarını ifadə edir. Əgər təqva kəlməsi yalnız günahlardan çəkinmək mənasını daşıyarsa, lüzumu əmrihi, Allahın əmrini diqqət bağlılıq ifadəsi təqvallah, Allah qarşısında pəhriz təqva ifadəsinə bağlı olar. Allah ayrılıqda təqvallah günahdan çəkinmək, lüzumu əmrihi vacib əmrlərə itaat etməkdir. Amma təqvanın ümumi mənası həm əmrin icrası, həm günahın tərki kimi qəbul olunsa, lüzumu əmrihi təqvallah kəlməsinə bağlı olacaq. Yəni əvvəlcə təqva tövsiyə olunur, sonra Allahın əmrinə itaat xüsusi qeyd edilir. Amma zəif ehtimalı əsasən əmrillah Allah işi mənasında da işlənə bilir. Yəni ilahi işlərə diqqət, qeyri-ilahi işlərin tərki hər halda Həzrət Əleyhissalamın ilkin olaraq təqvalı olmağı tapşırır. Bütün dəyərlərə şamil edilən bu kəlmə isə İslam və bütün digər ilahi dinlərdə mötəbərdir. Həzrət Əleyhissalam bizə hər şeydən öncə bütün dəyərlərin mehvəri olan təqvanı tövsiyə edir. Amma insanın daxilində təqva ruhu, Allah qorxusu olmazsa, yəni o vacib əmrlərə, haramlara fərq qoymazsa, bu yolun axırı yoxdur.
Prinsipsiz biganə adam başını itirmiş kimidir. Təkamül yolunun ilk şərti nəfsə nəzarətdir. Tərəqqi etmək istəyən şəxs başı pozğunluqdan çəkinməlidir. Ürəyindən keçənin ardınca qaçan insan heç bir mənəvi dəyərə nail ola bilməz. Demək, ilk addım nəfsə ürəkdən keçən həvəslərə nəzarətdir. Bəli, məhz bu baxımdan Həzrət Əleyhisselam hər şeydən əvvəl təqvaya çağırır. Zikr və Allahı xatırlama. Həzrət Əli əleyhissalam ikinci vəsiyyəti Allahın zikri, onun xatırlanmasıdır. Zikr insan qəlbini abad edir. Həzrət əleyhissalam buyurur, qəlbini Allahın zikri ilə abad edəsən. Bu vəsiyyətin ardınca hər biri insan qəlbinə ünvanlanmış ifadələr gəlir. Əvvəlcə qəlbin abadlığından danışılır. Bildirilir ki, qəlb həm abad, həm viran ola bilər. Uyğun cümlələrdən məlum olur ki, insan qəlbi özünə məxsus həyat və ölümə malikdir. O aram qalmalı, bəzi çətinlikləri qəbul etməli, bəzi həqiqətlərə inanmalıdır. Təbii ki, heç kəs öz vücudunun səmərəsizliyini, bəhrəsizliyini istəməz. O yaşamaq, inkişaf etmək, səmərə vermək istəyindədir. İnsan qəlbi inkişaf etmiş bir məmləkət kimi abad ola bilər. Eyni zamanda onun uçulmuş bir bina tək xaraba qalması da mümkündür. Qəlbi əzəmətli imarət tək abad etmək və ya uçulmuş ev tək xaraba qoymaq insanın öz əlindədir. Hər halda Həzrət Əleyhisselam qəlbini abad et göstərişini verir. Həzrət Əleyhisselam onu da qeyd edir ki, qəlbin abadlığı Allahın zikir sayəsində mümkündür. Zikirsiz qəlb virandır. Qəlbin nə olduğunu araşdırmaq fikrində deyilik. Bu barədə müəllifin Əxlaq və Quran kitabında məlumat ala bilərsiniz. Mövzu qəlbin abadlığıdır. Qəlbinizi abad edin, onu viran qoymayın və unutmayın ki, qəlblər Allahı zikri xatırlaması ilə abad olur. Allahın ipindən yapışın. Həzrət Əleyhisselam bu vəsiyyətin 3-cü bəndində buyurur. وَتَّسِيمُ بِحَبْلِهِ Allahın ipindən yapışın. İnsanın hər hansı bir şeydən tutması, yapışması ərəbcə etisam kimi ifadə olunur. Bəzən etisam yerinə təməssük, istəmək kəlmələri də işlədilir. Məsələn, Allah Teala Qurani Kərimdə buyurur: "Fəqət istəmsəkə bil urvətil vusqa", yəni möhkəm ipdən yapışmış olur. Həbl kəlməsi kəndir ip mənasını daşıyır. Maraqlıdır ki, insan nə vaxt ipdən bərk yapışır. Adətən bu hərəkətin səbəbi süqut etməmək, yuxarı qalxmaq istəyi olur. İnsan təhlükədən qurtarmaq üçün ipə əl atır. Beləcə ucalmaq, tərəqqi etmək, kamala çatmaq istəyən insan da vasitə axtarır. Əgər insana əmr olunsa ki, ipdən yapışsın, demək o təhlükədədir. Bu təhlükədən qurtarmaq, amanda qalmaq istəyən şəxs əmrə tabi olub ipdən yapışmalıdır. İnsana Allahın ipindən yapışmaq buyurulursa, demək o təhlükə ilə üzbəüzdür və xilas olmaq üçün möhkəm bu işə əl atmalıdır. Bu insan yerlə göy arasında qalmış süquta uğrayan şəxs kimidir. Bu vəziyyətə düşməmiş adamlar vəziyyətin ağırlığını bir o qədər də hiss etmirlər. Amma uyğun vəziyyətə düşmüş adam can dildən hiss edir ki, nədənsə yapışmaq lazımdır. Dərin quyuya düşmüş, sıldırım qayadan uçmuş insan bütün bunları qədərincə hiss etmək qüdrətindədir. Qəflət azğınlığa aparır. Mömin insan təhlükədə olduğunu bir anda unutmamalıdır. Çünki onun ayağı altında daim süqut edə biləcəyi cəhənnəm dərəsi qaynamaqdadır. O bir tərəfi ilahi mərhəmət, digər tərəfi əbədi əzab olan fəzadadır. Onun süqut etməyəcəyinə heç bir zəmanət yoxdur. Bəli, insan daim uçurum kənarındadır. Bu uçurumdan aşağı insan üçün əbədi əzab vadisi uzanır. Əgər ölüm hər şeyə son qoysaydı, çox asan olardı. Amma həqiqət başqadır. İnsan kiçik bir büdrəmə nəticəsində əbədi cəhənnəm dərəsinə yuvarlana bilər. Bəziləri çətinliyə düşdükdə ölüm arzulayırlar. Kaş ölüb rahatlaşaydım, deyirlər. Amma onlar unudurlar ki, ölümdən sonra əbədi həyat başlanır. Bu həyat xoşbəxt ola biləcəyi kimi bədbəxt də ola bilər. Hətta imanlı insanlardan da belə sözlər eşidirik ki, Pərverdigara, artıq bu çətinliyə dözə bilmirəm, məni öldür. Belələri bu dünyanın dərdlərinə, çətinliklərinə qarşı müqavimət qüvvəsini itirənlərdir. Onlar Allahın qəzasına dözə bilmir, ölümü daha asan sayırlar. Onların nəzərincə bu dünyanın dərdləri ölüm və ölümdən sonraki həyatın mümkün ağrılarından daha dözülməlidir. Qurani Kərim qiyamət gününün sonsuz ağrıları barədə cəhənnəm əhlinin dilindən buyurur. Ey Malik, cəhənnəm gözətçisi, qoy Rəbbin bizi öldürsün. Onlar cəhənnəm əzabı o qədər ağır gələr ki, cəhənnəm mələyindən ölüm istərlər. Malik isə onlara belə cavab verir. Siz həmişəlik qalacaqsınız. Bəli,
Ölümdən sonra ölüm yoxdur. Cəhənnəmə düşənlər orada əbədi qalasıdırlar. Hər halda unutmamalıyıq ki, dünya və axirət çətinliklərin əksəri insan qəflətindəndir. Diqqətsizliyindən yaranır. Qəflətdə olan insan qarşıda onu gözləyən təhlükədən xəbərsiz qalır. İmam Rahil rəhmətullahi əleyh öz söhbətlərində diqqət sözünü çox işlətmişdir. Əgər onun müazələrinə nəzər salsanız, təkrar-təkrar bu sözləri dediyinə şahid olarsınız. Ağalar, diqqətli olun. Əgər bu kəlmə çox işlədilirsə, demək onda bir sir vardır. Bir çox problemlər məhz bu diqqətsizliyin nəticəsində yaranır. Əgər insan hər an əbədi oda yuvarlanacağını mümkün hesab etsə, rahatlığını itirər, daim diqqətli olar. İnsan bir qədər düşünüb, qarşıdakı təhlükələri təsəvvüründə canlandırsa, çox səmərəli bir əhval-ruhiyyə əldə edər. Allah övliyalarının göz yaşları, Əbu Həmzə duası və digər münacatlar yalnız uyğun diqqətin nəticəsində müyəssərdir. Bir zərrə diqqət həmin nalələrə qapı aça bilər. Bəli, bu gün dərdli olmamağımızın səbəbi qarşıdakı təhlükələrə diqqətsizliyimizdir. Əgər insan düşünsə ki, dünya həyatı fəzada qalmaq kimidir və aşağıda nəfs istəklərindən şöllənmiş alov yanır, bu alova düşməmək üçün qəlbini nəyəsə bağlayar. Əl atıb nədənsə yapışar. Diqqətli insanda belə bir hal yaranır. Bu halda olan insan üçün ən zaruri iş Allahın ipindən yapışmaqdır. Qur'an-ı Kərim və Əhl-i Beyt bu kədərli halı müxtəlif şəkillərdə bəyan etmiş və onun çarəsini göstərmişlər. Bəli, təhlükələrdən xilas olmaq üçün möhkəm ilahi ipdən yapışmaq lazımdır. Bəqərə surəsinin 256-cı ayəsindəki urva kəlməsi dəstək mənasını daşıyır. İnsan yıxılmamaq üçün yapışdığı yer urva adlanır. Müxtəlif qabların, kuzələrin qulpuna da urva deyirlər. Amma insan təhlükəli zamanı hər şeydən yox, möhkəm bir şeydən yapışmaq istəyir. Bu möhkəmliyi ayədəki vuska kəlməsi ilə ifadə edir. İnsan süquta uğramamaq üçün ən etibarlı hesab etdiyi şeyə əl atır. Bu onun fitri ehtiyacıdır. Diqqətli insan bu ehtiyacı hiss edir və təhlükədən qurtarmaq üçün daim axtarışda olur. Allah Teala insana xəbərdarlıq edərək buyurur. Allahdan başqasını dost tutanlar yuva qurmuş hörümçəyə bənzəyirlər. Şübhəsiz ki, evlərin ən zəifi hörümçək yuvasıdır. Dünya və onda olanlar insanın təhlükədən xilas olmasından hörümçək toru tək zəif və etibarsızdır. Yeganə qurtuluş yolu Allahın qırılmaz ipindən yapışmaqdır. Kimsənin qıra bilməyəcəyi yeganə etibarlı vasitə həmin ilahi ipdir. Allahla bağlılığı güclü olan insan bu qırılmaz ipdən yapışmışdır. Qur'an-ı Kərim lənfisamə laha, yəni bu ip qırılmaz buyurur. Bütün başqa iplər gec-tez qırılasıdır. Bizim uzun hesab etdiyimiz müddətlər ilahi miqyasda çox kiçikdir. Həqiqətən onlar həmin əzabı uzaq görürlər. Buyurur Allah Teala, İnsan çox vaxt çətinliklərdən qurtulmaq üçün dünyəvi vasitələrə əl atır. Əslində isə insanı xoşbəxtliyə qovuşdurası yeganə yol Allah yoludur. Əlbəttə ki, Allah yolunun müxtəlif nümunələri ola bilər. Məsələn, Allahın ipindən bircə yapışın ayəsində Allahın ipi kəlməsi müxtəlif cür təfsir olunur. Bəzən Qur'an, bəzən İslam, bəzən Əhl-i Beyt, bəzən isə məsum imamların vilayəti Allahın ipi hesab olunur. Amma bütün təfsirlərin arasında Allahla bəndə arasındakı rabitə durmuşdur. Xilas olmaq istəyən şəxs Allaha bağlanmalıdır. Qur'anın bütün hökmlərini qəbul edib əmələ başlamaq, həmin qırılmaz ipdən yapışmaq, Allaha bağlanmaqdır. Bəzən ip əvəzinə səbəb kəlməsi işlədilir. Əslində səbəb kəlməsinin də ərəbcə lüğət mənası ip və ya rabitə deməkdir. Bu kəlmələrin hər bir iki şey arasında bağlılığı ifadə edir. Allah Teala buyurur. Ona Allaha vasitə yol axtaran bu ayənin nümunələrindən biri Əhl-i Beytə təvəssüldür. İnsan Allahla rabitə yaratmaq üçün yol axtarır. Allahın məsum imamların vasitə seçir. Bəli, qurtuluş üçün ən yaxşı yol seçmək lazım gəlir. Həzrət Əli əleyhissalam sözünün davamında buyurur. Səni Allahla bağlayan vasitədən möhkəm vasitə varmı? Bəli, biz Allaha bağlılıq vasitəsi tapmağa məcburuq. Əslində sənin varlığının Allahla rabitənin özüdür. Əgər Allahın istək və iradəsi onunla bağlılıq olmazsa, sən və bütün bu aləm duruş gətirərmi? Bizim varlığımız təkvini, təbii cəhətdən Allaha bağlıdır. Varlıq aləmi onun iradəsindən asılıdır. Bunda möhkəm bağlılıq ola bilərmi? Allahla bəndə arasındakı rabitədən güclü rabitə hansıdır?
Ona görə də Həzrət Əleyhissalam əvvəlcə təqvanı tövsiyə edir. Sonra isə zikr və Allahı xatırlanmasını tapşırır. Nəhayət diqqətimizi ona yönəldir ki, təhlükələrdən xilas olmaq üçün yeganə çıxış yolu Allaha bağlılıqdır. Allah kimsəni zorla bu rabitəyə qatmır. Yalnız insan özü ona üz tutduqdan sonra hifz olunur. Dünya zor dünyası deyil. Hər kəs həyat yolunu özü seçir. Əgər irəli addım atıb Allahın ipindən yapışsan, o səni hifz edəcək. Əgər ona arxa çevirib uzaqlaşsan, ardınca gəlməyəcək. Quran-ı Kərimdə buyurulur. O istəsəydi, hamınızı hidayət edərdi. Ayədən məlum olur ki, hidayət olmaq istəyən şəxs hökmən özü Allaha əl açmalıdır. Dünya həyatında daim ətrafındakılara əl açan bizlər nədənsə yeganə həqiqi xilaskarımızı əl açmağı unuduruq. Allahın möhkəm ipinə sarılmayıb təhlükəyə düşən insan özü müqəssirdir.